Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl dilbər güşələrindən biri olan Ağdam rayonunun qabaqcıl və nümunəvi müəllimlərindən birini sizlərə təqdim etmək istəyirəm. Mənim buyurun, adınız, soyadınız? Əsədov Talih Orucoğlu. Əsədov Əsədov Talih Orucoğlu. Talih müəllim, çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız müəllim? 1991-ci ildən bugünkü günə qədər. Çox gözəl. Hansı fən tədris eləmisiniz? Fizika tədris eləmişəm, informatika tədris eləmişəm, indi texnologiya tədris edirəm. Biz bildiyimizə görə siz həm də məktəb rəhbəri kimi çalışmısınız. Bəli. Neçə il rəhbər kimi çalışmısınız? 1998-ci ildən tədris üzrə direktor müavini işləmişəm. 2017-ci ildən direktor işləmişəm 2023-cü ilə qədər. Çox gözəl. 6-7 il direktor kimi Bəli. işləmisiniz və canınızı fəda verən müəllimlərdən birisiniz. Biz sizin haqqınızda bilirik, geniş şəkildə məlumatlarımız var və sizə öz adımızdan dərin təşəkkür bildiririk. Biz sizin haqqında geniş şəkildə bilgilərə sahib olmuşuq. Siz həm qabaqcıl müəllim, nümunəvi müəllim, qabaqcıl və nümunəvi təhsil işçisiniz. Biz də ona görə Çağdaş Təhsil komandası olaraq Bakı şəhərindən gəlmişik. Sizlər haqqında gözəl çəkiliş eləməyə və bu çəkilişimiz həm sosial şəbəkələrdə, həm jurnallarımızda və o cümlədən də bəzi mətbuat orqanlarında veriləcəkdir. Sizə uğurlar dilərəm, nailiyyətlər dilərəm. Və müəllim, biz bildiyimizə görə gözəl ailə başçısınız. Neçə övladınız var? 2. Allah sağ. Adlar nədir övladlarınızın? Əsədov Elamın Talihoğlu, Əsədova Nərmin Talih. Hansı ali təhsillər varmı? Oğlum hal-hazırda Beyləqan rayonunun Əmrəziyetli kəndində müəllim işləyir 3 il. Bəli. Qızım da dil ədəbiyyatı üzrə universitetdə Mingəçevir şəhərində universitetdə 4-cü kursundadır. Çox gözəl. Və biz sizlərlə fəxr edirik, qürur duyuruq. Hər zaman sizi kimi müəllimlərə biz sağ ol deyirik ki, sizi kimi müəllimlər var, sizlərə uğurlar dilərik. Təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Çox sağ olun.